Bu günləri ağızda əriyən, doyumlu, çox ləzzətli peçenye resepti sizlərlə paylaşıram. Bunun üçün 100 ml qaynar südün üzərinə 1 stəkan şəkər tozu, 1 paket vanil, 1 çimdik duz əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Və daha sonra 1 ədəd yumurta, 100 qram əridilmiş otaq temperaturunda olan kərə yağını da əlavə edib yenidən qarışdırıram. Sonda da üzərinə 200 ml stəkanla 3 stəkan un və 1 paket qabartma tozu da əlavə edib xəmir yoğururam. Ələ yapışmayan çox gözəl pesoçni bir xəmir alınır. Xəmiri bir paketə qoyub soyuducuda yarım saat saxlayıram. Yarım saatdan sonra masaya biraz un səpib xəmiri üzərində yayıram. Çox nazik yaymıram. Videoda gördüyünüz qalınlıqda olmalıdır. Yəni hardasa 1 sm və daha sonra peçenye formaları ilə kəsirəm. Mən burada gül formasında kəsmişəm, amma sizdə hansı forma varsa o cürdə kəsə bilərsiniz. Peçenyelerin ortasında dəliklər açıram və qalan xəmiri də yığıram. Daha sonra o xəmiri də yayıb eyni qayda ilə peçenyelər hazırlayacağam. Sizdə də peçenye bu qalınlıqda alınmalıdır, yəni çox nazik yaymayın və soba listinin üzərinə düzüb, əvvəlcə üzərinə istənilən mürəbbə məti çəkirəm, daha sonra kokos qırıntıları səpib, 180 dərəcəli isidilmiş sobada 15-17 dəqiqə ərzində bişirirəm. Peçenyelərimiz artıq hazırdır. Tam soyuduqdan sonra üzərinə əridilmiş ağ şokolad gəzdirirəm. Çox ləzzətli alınır. Bu resepti mütləq hazırlayın. Əminəm ki, çox bəyənəcəksiniz. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Əgər videomu bəyəndinizsə, bəyən düyməsini basıb kanalıma da abunə olmağı unutmayın ki, yeni videolarımdan anında xəbərdar olasınız. Özünüzə yaxşı baxın. Hələlik.